Şəkli göstərim sizə. Mən elə bildim, elə ikisi də Aygün Kazımovadır, ya ikisi də xatundur. Sonra məlum oldu ki, biri xatundur, digər Aygün Kazımovadır. Və bəzi fikirlər var ki, xatun özünü Aygün Kazımovaya bənzədir. Amma əslində doğrudan çox bənzəyirlər də. Çox. Heç bilmək olmur ki, hansı xatundur, hansı Aygün Kazımovadır. Mən daxilən dəyişmişəm, hisslərimlə, dünya görüşümlə dəyişmişəm. Yəqin ki, bunları xatun deyir də. Təbii ki, mən də istinad edirəm bizim media bu sözləri Müğəni Xatun Əliyevə Xəzər axşam verilişində deyib. Təbii ki, bizim mediada bunu gündəmə gətirib. Xarici görünüşünüzü də dəyişən sənətçi özünü xalq artisti Aygün Kazımovaya bənzətdi deyənlərə cavab verib. Öz üzərimdə dayanmadan çox çalışıram, mütaliə edirəm. Harda nicat, işıqlanma, aydınlanma varsa o insanlara qoşulmaq istəyirəm. Hərdən deyirlər ki, özünü diva Aygün Kazımovaya oxşadır. Yəni xatun. Özümüzü o uğurlu insanlara oxşatmalıyıq. Özümü kimə oxşadım? Amma əslində düzdür də. Məsəl üçün xatun da çox maraqlıdır son vaxtlar. Əvvəllər belə bir dolu idi, yanları, yançaqları falanı. İndi maşallah mən də fikir vermişəm ki, xatun özünə pullar qoyur ki, gözəl olsun.